Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ve men vala. Şahsın sadri ve yessirli emri ve Allahümme erinel hakka hakkan ve rızukna ittiba'ah ve erinel batile batilen ve rızukna istinabah. Ve cennibne sevahişe Rabbil alemin ve münkerat ve ahlisne ve ayana ve ba'd. Muhterem kardeşler, nəsihət dinimizdə, dinimizin bizə tapşırdığı və tövsiyə etdiyi ən gözəl şeylərdən biridir. Və bir şeydə tələsməyin yeri yoxdur. Din nəsihətdir. Hətta bu haqda hədisi də bilirsiniz. Qilə limən ya Rabballah, qali lillahi və rasulihi ilə axirə. Və bir şey olanda nəsihət edin, tələsməyin, həmçinin araşdırın, həmçinin üzr tapın. Ola bilsin ki, nəsə xata olsun. Və həmçinin digər tərəf də bilsin ki, alimlərin əti zəhərlidir. Düzdür, bu kəlmə hədis deyil, xəbəriniz olsun. Çox insanlar elə bilir ki, bu kəlmə, bu lafz, termin hədisdir. Yox. Bu ulemanın dediği bir görüştür. İstiqra olub onlarda həyat təcrübəsində. İslamda yaşadığı müddətdə həyat təcrübəsi onlara göstərib ki, hansı alə dil uzadarsansa zəhərlənməlisən. Mütlə bir bəla, müsibətə, bir zəhərə sanki toxunmalısın. Yəni, sənin də nə olub? Adın gələcək, səslənəcək, necə sən alimin adına nəslə bir şeydir. Və bir şey görəndə nəsihət edin, ıslah edin, tələsməyin, hökm verməyin, ifşa eləməyin, üzr tapmağa bacarın. Və bu şeylər diqqət edin, arkadaşlar. O ki, qaldı alimlərin ətinin zəhərli olmasına. Həyat təcrübəsindən misal üçün İmam Əbi Hənifə rəhməhullah. Onu sevməyənlərdən də biri və məzhəb təəssübkeşliyi eləyən və yalnız öz məzhəbini müqəddəs görən insanlardan biri İmam Xatib günlərin bir gün minbərdə ikən fuqahanın müəyyən bir məsələdə görüşlərini gətirərkən isimlərini zikr edir. İmam Əbi Hənifəyə çatanda deyir ki, və bihədəl qavl qalə əlifə təhqir edir. İmam Əbi Hənifə. İhanət edir. Onun ismini azaldı və nə deyir? Və deyir ki, məsələdə görüşlər var. Birinci görüş, ikinci görüş, üçüncü görüş. Və İmam Əbi Hənifə çatanda deyir ki, və bu görüşü də İmam Əbi Cifə deyir. Cifə də leş, meyt, nəcis, pis mənaya gəlir. Və nə olur bu insan başına nə gəlir? Tarihçilər rivayət edir ki, həmin Xatib günlərin bir günü minbərə çıxmır. İnsanlar gözləyirlər. Görək ki, güvəni vaxtı keçir. Və bundan da qabaq xəbər çatır ki, əsla biz onu neçə günlərdir görmürük. Neçə günlərlə əsla görmürük. Aralarında araşdırırlar ki, bəlkə misafirdir və s. Qərara gəlirlər ki, madəm ki, güvəni də vaxtı keçir, bir nəfər onu əvəz eləsin və onun evinə gelib araşdırsınlar. Bəlkə ölüb. Hasarını sındırırlar. Evinə girirlər, evində tapırlar onu. İnsanlardan biri təbii olaraq düşünür ki, bəlkə ayağı yolundadır. Bəlkə orada başına nəsə gəlib. Və gəlirlər, görürlər ki, ayaq yolunda keçilib, ölüb. Və neçə günlərdə orada qalıb və o cifə, necə ki demişdi, leş olub, nəcis olub, murdar olub. Və neynirlər? Əmmamələrini açırlar, yüzlərini bükürlər, sarıyırlar. Yaxın dura bilsinlər. Yəni, onun cifinin iyindən ona yaxın durmaq olmurdur. Həşəratlar da, mırdar milçəklər də üstündə yarışır. Və istərsən də uləmadan, fuqahadan, əimmədən kimə sataşılıbsa, onların həyatını oxu tarixdə görəcəksən. Uləmanın əti zəhərlidir. Onları onların şanını yüksək eləyir. Və qardaşımızın başına gələn fitnə də təbiidir.
Çünki bir dənə kəlimə ilə sanki cəza ona məqdur oldu, yəni haqq olundu. Biz Allahdan qardaşımız üçün bağışlamaq istəyirik. Qardaşımız xata eləmişdir və bilmir və bilmədiyinə görə üzürlüdür inşallah və qardaş bizim qardaşdır. Çox təşkil olsun ki, şair kimi yayıldı. Birinci məsələ. İkinci məsələ də ki, qardaşlar, fuqaha, rahiməhullah, bəzi hallarda ən kobud xatalar üzürlü görür. Misal üçün, baxın, İmam Əbi Hənifə, Məlik, Şəfi və Əhməd. 4 fuqaha, bunlar deyilər cümhurul fuqaha. Bir də cəmahirət əl-uləmə, istərinə sahabəti və təbi'i. İttifak ediblər ki, zəkatın vacibliyini inkar edən kafirdir. Buna ittifak ediblər. İstər fuqaha-ul arba'a, 4 fuqaha, istər cəmil uləmə, sahabələrdən, tabiinlərdən və başqaları ittifak ediblər. Ümmət, uləmalar ki, zəkatın vacibliyini inkar edən kafir olur. İllətbətnu min zəlik rəculən kənə hədithul əhli bil-İslam. İstisna edirlər bəzi halları. Onlardan da biri İslam'a yeni gəlmiş insan üzürlüdür. Onu kafir görmürlər. Təsəvvür edin. Bir nəfər milyoner hidayətə gəlir. Maşallah, dəstəmaz, namaz, duha, gecə namazı, iman maşallah. Birdən qəflətən buna bir sürüntü seyirsən ki, bəs İslam səndən haqq tələb edir. Malın haqqını. Nə olan şeydir o? Deyirsən ki, malın 40'a bölürsən 2,5'ini, o malın haqqı sənindir. Allahın haqqıdır. Onu da çarpsan fakir fuqara. O da deyir ki, nə olar? Canla başla. Gətirir kalkulatorunu, mal da ki o qədər şoxdur ki, milyonlara vurub keçir. Vurur, ölçür, biçir, görür ki, ay yox, 500.000 manat paylamaq olar pul bilsən bir gündə. Ağır gəlir buna. Mal o qədər şoxdur ki, zəkatı da nə olur? Nisbi olar çox olur. Mal uzaq çox, söhbət milyonlardan gedir. Və nə edir? Çaşır belə bir laf istifadə edir. Dəhli zada bu qədər pul cəmatı paylayır. Şək yoxdur ki, bu laf nədir? Küfrü lafdır. Və bu olan hadisələrdəndir, qardaş, xəbəriniz olsun. Bu olan hadisələrdəndir, belə hadisələr olur. Və sonra həmin onu dəvət edən qardaş deyir ki, bu vacib də eləməzdən. O da nə edir? Deyir ki, vacib deyil. Şək yoxdur, kəlmə nədir? Küfrü kəlmədir, vacibini inkar edir. Ancaq ulema İslam'a təzə gəldiyinə görə, yeni olduğuna görə onu üzürlü bilir. Hətta fuqaha-ül arba, 4 fuqaha da. Buna da bir neçə dəlillər var. Dəlillərdən biri Allah Nəbisi sallallahu aleyhi ve sellem ashabı ilə bərabər Zət-i Anvat'ın yanına keçəndə, o da ki, müşriklərin bir ağacıydı. Onlar ora qılınclarını atırdılar. Ümidlə inanır ki, o ağac onları xeyir gətirir. Ora atılan qılınclar məğlub olur. Bir növ ağacı ilahlaşdırmışlar. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem yanında hədif əhdimil İslam, İslam'a tamam yeni gələnlər vardı. Bunu görən dedilər ki, ey Allah'ın Rasulü, bizdə də bir dənə belə ağac Zət-i Anvat elə, biz də qılınclarımızı ora ataq. Allah Nəbisi sallallahu aleyhi ve sellem bunu görəndə dəhşət qəzəlməni verdi ki, Allahu Akbar. Deyir, bu keçmişlərin elədiklərinin mislidir, yəni xatalardandır, o yollardan biridir. Musa'nın qövmü də Musa demişdi ki, İc'allənə iləhən kəmə ləhum əlihə. Bizə də onları ilahi kimi bir ilah düzət. Musa'nın qövmü ona demişdir. Və ulema bunun şərhində əqidə babına gətirsən, görərsən ki, həmin insanı kafir görmür. Necə ki, Nəbiyullah sallallahu aleyhi ve sellem də onu kafir görmədiyi kimi. Çünki nə idi? İslamda təzədir, yenidir, bir çox şeylər ona nədir? Qayibdir, məxfidir. Həmçin Allah Subhanahu buyurur ki, Qalətil ə'rabu əmənnə, qul ləm tu'minu, və ləkin qulu əsləmnə. Bədəvilər dedilər ki, biz iman etdik, biz müminlərik. Allah onlardan imanı nəf edir, ancaq İslamını ispat edir. Çünki bunlar nədir? İslam, sonra iman, sonra ihsan. Yəni, sən təzə gələn birbaşa mömin özü adlandıra bilməzsən. Deyir ki, iman etmişəm. Deyir ki, artıq kamil möminəm. Nə deyir? Qalətil ə'rabu əmənnə, qul ləm tu'minu. Deyir ki, onlar yox, iman yox. Siz təslim olmuşsunuz. Siz İslamdasınız. Və ləm yədxulul imanu fi qulubikum. Ancaq iman səhərəndə sizin qəlbinizə tam yerləşməyir. Bu məsələyə diqqət edin. Və keçək mövzumuza, qardaşlar.
dünən qaldığımız yer Məscid-i Dırar məsələsi. Məscid-i Dırar məscidi və onun əhkamları. Əvvəlcə məsələyə fikri tərəfdən yanaşaq və sonra onu aqadi olaraq izah verək. İbn-i Əl-Cücə. Dırar məscidi elə kəlmədən də məlumdur. Zarar kəlməsidir. Bizdə də Azərbaycan dilində bu kəlmə var. Zərər. Zərər kəlməsi. Ərəb dilində o bab hərfidir. Zarar. Dırar. Yəni zərər verən məscid. Yəni məscidin xeyri yoxdur, ancaq zərər verir. Nə edir o məscid? Zərar məscidi insanları Allahın yolundan azdırır. Tövhiddən şirkə, imandan nifaqa, aydındır. Zərar. Peki məsələyə qaydanda hökmü yecibu həddimu. Sökülməsi, buldozun altına verilməsi əmir tərəfindən, hakim tərəfindən vacibdir. Qısa sökməlidir onu. Əmir. Çünki zarar məscididir. Heyəti məscidi olsa da qəsdi məscid deyil. Qəsdi Allah s.ə.v-in isminin zikr olması deyildir ola. Zarar məscid. Allah Nəbisi sallallahu aleyhi ve sellem zamanında heydə olan münafiqlərin istəyir zarar məscidi ilə neynədir? Yandırdı. Sual çıxır ki, illah yandırılmalıdır, yox çökmək olar. Şərtdir ki, yandırılsın. Çökmək bədildir. Əvəz edə bilir. Onu da əmir edir. Allah Nəbisi ilə sallallahu aleyhi ve sellem müminlərin əmridir. O bunu əmr etdi və onun əmri ilə bu icra olundu. Yandırmaq məsələsinə gələndə isə o dövr məscidləri, xurma listləri, yapaqlarına çox istifadə olunurdu, tadı, qaplar və s. Yandırmaq daha münasib idi, neysə onu sökmək. Çünki yandırdıqca da nə olur? Gil də xarab olur və sökmək daha asan olur. Qaydır o nədir? Məsələdə hansı daha rahat onun hədmi, uçurması, izaləsi üçün hansı caizdir? Tarixi Tabuk hadisəsindən qabaq oldu. Qazvat-ı Tabuk müsəlmanların zəfər çaldığı döyüşlərdən biridir. Daha doğrusu döyüş baş vermədi. Münafiqlərdən əsli kitab əhli olan bir nəfər Romaya yönəlir və Romada Həzrət Muhammed sallallahu aleyhi ve sellem və onun ordusuna qarşı böyük bir ordu yığır. Haçpərəslərdən ki, onlar gəlsinlər və iş tutarsınlar, bitirsinlər. Və burada da münafiqlərlə onun sıx əlaqəsi olur Mədinə əhlindən və Quba məscidinin yanında münafiqlər Zırar məscidini tikməyə qərar gəlirlər. Məscidin qəsdi əsla Allah s.ə.v üçün zikr olması deyildi. Allah ibadət olsun, səcdə olsun, təazim olsun qəsdi deyildi. Qəsd bizim dilə desək torba tikməkdir. Və nə baş verir? Allah Nəbisi sallallahu aleyhi ve sellem Tabuk döyüşünə yönəlir. Tabuk döyüşünə yönəlir. Və bilirsiniz ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem xas 5 xislət var ki, başqa nəbilərə verilməmişdir. Onlardan da biri وَنُصِرْتُ بِرُعْبٍ اَوْ بِرُعْبٍ Allah Nəbisi sallallahu aleyhi ve sellem Allah ona qorxu ilə də zəfər çaldırır. Və deyir ki, orada, hədis-i şərifdə, o qorxu da bir ay məsafəsindədir. Və bu Tabuk döyüşü həmin bu Allah Nəbisi sallallahu aleyhi ve sellemin nübuvvasını ispat edən möcüzələrdən biri olur. Roma imperatoru böyük bir ordu hazırlayıb, silahlı, sursatlı və yol içindər. Və yola gəlirlər Hicaza, Mədinəyə bir ay qalmış məsafəyə çatanda qəlblərinə əcəb qorxu düşür və bütün ordu geri qayıdır. Bir ay qalmış. Necə ki, Allah Nəbisi sallallahu nə deyir? Və mən deyir, Rub ilə zəfər Allah bana çaldırır. Masiratu şəhrin. O qorxu ki, bir ay müddətində, yəni məsafəsi var. Orada da bir ay qalmış döyüşə, yol gəlirlər, yol hərəm gələcəklər. Bir ay qalmış elinə qorxu qaçırlar. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem xəbər çatmamışdan qabaq, o da onların qarşısına çıxır səhraya, Tabuk döyüşünə. Və yola çıxarkən Mədinə əhlindən olan münafiqlərdən bir dəstə gəlir. Deyir ki, ey Allahın Rasulü, biz xeyir bir əməl gördük, bir məscid dikdik və istəyirik ki, sən o məsciddə 2 rəkət namaz qılıb, sonra döyüşə gedəsən. Qəsdləri nə idi?
məsciddə Allah Nəbisi sallallahu aleyhi ve sellemin təbarrukunu almaq. Xeyr. Allah Nəbisi sallallahu aleyhi ve sellem orada bir dəfə namaz qılmaqla artıq nədir? Şöhrətə yayılacaq ki, bu da məsciddir. Allah Nəbisi sallallahu aleyhi ve sellem burada da məsciddə namaz qılır və bu məscid nədir? Möminlərin məscididir. Və beləliklə onların öz hilələrini tamamlamış olacaqlar. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem onlar ondan bunu xahiş eləyəndə deyir ki, inşaallah. Yəni, sanki döyüşdən qayıdıb inşaallah qılacaq. İnşaallah kəlməsi də qardaşlar, fuqahada çox güclü bir istisna elementidir. İnşallah deyəni hətta nədir? Kəfarəsi olmur, hətta and içərsə. Və inşallahı birbaşa andına görərsə. O qədər əhkamları dəyişən bir kəlmədir. İnşallah. Yəni, Allah təala istəyibsə, yazıbsa, nəslində varsa olacaq. Güclü istisnadır. Və nə deyir? Münafiqlərə və bilmir hələ ki, xəbər gəlməmişdən qabaq. İnşallah. Yəni, gedim döyüşə, qayıdım, qəbul olacaq. Allah Nəbisi sallallahu aleyhi ve sellem əlhamdülillah zəfərlə qayıdır və xəbərin gəlməsinə bir gün qalmış Allah Subhanahu Teala Tövbə surəsində bu ayət kəlmələri nazil edir. وَالَّذِينَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِمَنْ حَارَبَ اللَّهَ وَرَسُولَهُ مِنْ قَبْلِ. 4 dənə şey var zirarın əhkamlarında. Ən azı bu kitabda gələn. Baxın, o kəslər ki, zirar qəsdi ilə, zərər vermək qəsdi ilə məscid yapdırlar, istəyirlər. Və kufran, iman üzərində yox, küfür qəsdi ilə. Yəni, qəsd orada Allah yox, əksinə. Ziraran, zərər, birinci qəsd. Və kufran, küfür, qəsd əslə meşinin dikilməsi küfürdür. Və təfriqan və möminləri bölmək və onların arasını təfriqə salmaq. Və irsadən limən harabələ və rasuləh min qabl. Və insanlar azdırmaq, Allah və Rasuluna qarşı hərif elan etmək. Və liyəhlifunnə in əradnə illəl husnə. Və onlar sənə and edəcəklər, ey Rasulum, biz xeyr əməl istəmişdik. Vallahu yeşhədu innəhum ləkəzibun. Allah şahiddir ki, onlar yalancıdırlar. Allah onları ifşa edir. Nə deyir Allah Subhanahu Teala Rasuluna? Lə təqum fihi əbədə. Təqum, qiyam, yəni namaz olunur. Yəni orada durma, yəni namaz qılmıyorsun orada. Lə təqum fihi əbədə. Orada namaz qılma. Heç vaxt. Əbədə. Lə təqum fihi əbədə. Ləməscidun ustisə alə təqva min əvvəli yevmin əhaqqı ən təquma fih. O məscid ki, təqva üzərində əzəldən tikilmişdi, o daha layiqdir ki, sən orada qılasan namazı. O məscid də məscidin yanında tikilmişdi. Bunlar münafiqlər Quba məscidi. Nəbisi sallallahu aleyhi ve sellemin öz əlləri ilə daşıdığı, qaldığı təriflərlə tikdiyi məscidin düz yanında tikmişlər. Elə səbəb də orada Qubadan yavaş-yavaş ora gətirmək insanları və təfriqə salmaq elə. Allah s.ə.v. Quba məscidi tərifli və nə deyir? Ləməscidun ustisə alə təqva min əvvəli yevmin əhaqqu ən təquma fih. Əzəldən təqva üzərində tikilmiş məscid daha layiqlidir ki, sən orada namaz qılasan. Burada nə fikir məsələ var? Allah s.ə.v. burada əvvəl kəlməsi, yəni əzəl mənasına gəlir. O deməkdir ki, Quba məscidi təqva üzərində tikilmiş birinci, əzəl, əvvəl və ən əfsəl məsciddir. Şərt deyil. Ulema deyir ki, Peyğəmbər məscidi Quba məscidindən əvlə, daha haqlıdır tərifə. Hətta qayda necə gətirirlər? Madəm ki, Allah Quba məscidini tərifləyibsə, o zaman Peyğəmbər sallallahu aleyhi ve sellemə ən əziz olan Peyğəmbər məscidi minbəbil əvlə, daha xüsus tərifə layiqdir. Aydındır, bunu qayda gətirirlər. O zaman nə deyir? Lə təqum fihi əbədə, lə məscidi ussisə alə təqva min əvvəl yevmin əhaqqan təquma fihi. Və sonra o məscidin əhlini Allah s.ə.v. səna edir. Fihi ricalun, orada kişilər var. Yuhibbunə ən yətətəhəru vallahu yuhibbul mutahhirin. Orada kişilər var ki, təmizlənməyi sevirlər. Nədən təmizlənməyi? Xatalardan, günahlardan, istiğfar edilmədən dönməkdən və bir də ki, taharatı sevirlər. Hətta bir rivayətdə düzdür, isnadı zəifdir, ancaq fuqaha, müfəssirinlər bu rivayəti gətirirlər şərh eləmək babında. Dedilər ki, Quba əhli digər məscid əhlilərindən fərqli olaraq
taharətdə mübaliğə edərdilər. Yəni, iki şeyin arasını cəmə edərdilər. İsticmar ilə istinca. Yəni, həm daşla eləyərdilər, həm su ilə. Yattahharu, aydındır. Allah s.ə.v. onları sən etmişdir. Düzdür, bu rivayət isnad cəhətdən zəifdir. Alə kullin, Allah s.ə.v. onların təmiz niyyətli, saf insanlar olması, təmizliyi sevməsini eləyir, alə kullin, Quranda səna edir. Və deyir ki, fihi ricalun. Quba məscidinə gələndə isə orada kişilər var ki, yuhibbunə ən yattahharu və tutahharu, təmizlənməyi sevirlər. Vallahu yuhibbul muttahhirin. Allah da təmizlənənləri sevir. O kəslər ki, təmizlənirlər və Allahdan bağışlamaq istəyirlər və Allah yanında təmiz olmaq istəyirlər. Allah da onları sevir. لا تقوم فيه أبدا لمسجد أسس على التقوى من أول يوم أحق أن تقوم فيه رجال يحبون أن يتطهروا والله يحب الطاهرين. Sonra gəlir. Əfəmən əssəsə bunyanuhu alə təqva və ridvani minallahi xayrun əmmən əssəsə bunyanuhu alə şəfə cürufin hərin fənhara bihi fi nər cəhənnəm. Allah misal gətirir. Hansı məscid daha xeyirlidir? Cəhənnəmin çuxurunun ağzında tikilmiş mescid kufran, irsadan, harban və zararan, yoxsa əzəldən təqva üzərində tikilmiş mescid daha layiqdir sən orada namaz qılarsan. Təbii ki. Və qardaşlar, təəssüf olsun ki, bəli, qardaşlarımız mı deyim, yoxsa həmin insanlar cəhalət üzündən ölkəmizdə olan məscidlər, söhbət hələ bizim məscidlərdən gedir, əhlüsün məscidlərindən. Onların hamısına zirar hökm veriblər. Beləliklə namazı və cüməni orada nə ediblər? Mən ediblər. Deyiblər ki, nə namaz var, cəmaat namazı, nə də cümə. Təsəvvürlə fitnəyə baxın və bu fitnə qlobal bir şəkildə yayılır, bəlkə də siz istəyəmirsiniz. Ancaq gələn zənglər, mesajlar, suallar bunu göstərir. Və təəssüflər olsun ki, bu işdə fəaldılar qadınlar. Baxın, bacıdır, heyəti, maşallah, xeyir üzərindədir siması, hicabı yerində. Ancaq belə şeylər də yayırlar bacılara. Allah ispat etsin. Və neynirlər? Hətta bacı-bacıya zəng gelir ki, siz meşidə gedirsiniz, hə. Sən də ərindədir, hə. Bir getmək olmaz. Niyə? Cümə də olmaz. Niyə? Bəs Allah Quranda qadağan edir. Onlar zirar məscididir. Bacı da fitri olaraq, baxma elmi yoxdur, deyib ki, nətər Allah məscidə qadağan elə bilər? Müqabil tərəfdə deyib ki, tövbə eləsə dindən çıxsın. Allahın ayətini inkar eləsin. Bacı da şübhə düşüb ki, mən dindən çıxmışam. Hətta vəziyyət elə hava çalıb ki, bacı birbaşa zəng edib mənə. Bəs qardaş, mən dindən çıxmışam, mənim işim həll olmuş bununla. Məsələdir. Bir bacı dindən çıxmamışsın. Sən xeyir üzərindəsən. Allah buyurur ki, namaza gedənlər haqqında, kişilərin şanında يَا يُهَلَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمْعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ. Cümə məsələsində kişilərə buyurur Allah Subhanahu taala. Ey iman edənlər, cümə günü müəzzin sizi namaza çağıranda fəs'au, tələsin Allahın zikrinə, yəni xutbəyə, cümə namazına. وَذَرُوا الْبَيْعَ. Alış-verişi və ticarəti tərk edin və tələsin. Və sonra Allah Subhanahu taala mədah edir. Sən xeyir üzərindəsən. Həmçinin Allah Nəbisi sallallahu aleyhi ve sellem məşhur hədisində deyir ki, لَا تَمْنَعُوا İmə Allahi məsəcidəllah. Allahın qullarını, imə Allah, əmətullah, qadın nəzərdir burada. Allahın qullarını, Allahın evlərinə getməyə mən etməyin, qadağan etməyin. Və buyutuhunnə xeyrun. Və onların evdə namaz qılmaları onlar üçün daha xeyirlidir. Bu qadınlar haqqında. Və deyir ki, qadağan etməyin. Hətta Ömər ibn Abdülaziz radiyallahu anhu və arza və rahiməhullah eşidir ki, onun oğlu həyat yoldaşı məscidə getməyə mən edib, çağırtdırır. Düz söhbətli deyir, hə. Deyir, niyə mən etsin sən? Deyir, getməsən. Deyir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, Lə təmnə'u imə Allahi məsəcidəllah. O buyurur, nə xeyrləhəm. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala'nın qullarını, yəni qadınları, Abdullah quldur, kişi cinsində, Əmətullah, o da quldur qadın cinsində. Cəmi, ibadallah, kişi cinsində, imə Allah, qadın cinsində. Aydındır? Bu da qadına nəzər. O deyir ki, nədir hədisdə? Onları məşqməyə qadağan etməyin. Övladı qayıdır ki, vallahi qadağan edəcəm. Bir nə?
mən sənə Allah nəbisi sallallahu aleyhi ve sellem hədisini oxuyuram. Deyir ki, qadar etməyin, deyirsən, vallahi qadar edəcəm, vallahi oğulluqdan çıxartdım səni və bir daha səni danışdırmayacam. Və elə deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisini olan hörmətə baxın, qardaşlar. Ehtirama baxın. Oğulluqdan çıxardır onlar və heç vaxt danışdırmır. Mən sənə hədis deyirəm, Allah nəbisi sallallahu aleyhi ve sellem deyir ki, qadar etməyin. Deyirsən ki, vallahi qadar edəcəm, vallahi mən sənin adına oğul yoxdur, çıxartdım səni oğulluqdan. Və danışdırmır, heç vaxt danışdırmayacaq. Hər məsələdə onlar həris idilər. Peyğəmbər sallallahu aleyhi ve sellem sünnətinə, qorumasına. Qaydaq zərar məsələsinə, abalam, dərdiniz nədir? Niyə məscidlər zərardır? Dedilər ki, çünki məscidlərimiz, Türk məscidləri edir, alaxsız, Diyanət tərəfindən bitilib, Diyanət də sağlıqdır. Birinci məsələdə fihi nazar. Onun sağlıq olub-olmaması sənlik deyil. Onu bəhs edən kişilər var, alimlər var, elm əhli var, bəhs əhli var, nəsihət əhli var, əgər oradan nəsə bir şübhə var. Yəni, o, bazı adamların işi deyil. İkinci məsələ gələndə isə ki, nədir? Məscidləri oxusunlar, məscidləri xeyriyyəçilər tikir. İnşallah salih niyyətli, Allah bilir onların niyyətlərini. Və sonra məscid tikəndən sonra bu çatan xəbərdir. Məscid tam hazır olandan sonra sənədləri hazırlanır və verilir nə? Mətbəxtına. Hərdən özəl mədrəsələr də verilir. Aydındır. Və sonra açılışı olur, sonra imam və müəzzin təyin olur və maaş kəsilir və proqramlaşdırılır. Məscidlər əslan, istər Türkiyə daxilində, istər də onların hədiyyə verdiyi bir çox ölkələrə məscidlər xeyriyyəçilər tərəfindən, iş adamlar tərəfindən, fərdi insanlar tərəfindən tikilir. Nadir məscid var ki, onlar özləri tiksinlər. Zaten onların bu qədər milyardlarla resursu yoxdur, dayanət baxımın ki, təsəvvülə addım başı çox bahalı məscidlər var. Təkcə bir məscidi hesaba altına görərsən ki, yarım milyardlıq imar. Gündürlüyü nə boyda, divarlar nə boyda və s. və orada həddi aşmaq da var, ifrat. Bəzək, düzək, naxış, maxış, lazımlı şeylər də var. Onlar hamısı pullu bilirsiniz. Yəni, bu nə qədər resursu var ki, bu insan minlərlə məscid tikir, hər ay, hər il. Bu məsələ. İkinci, görən ki, ayətlərə yerlə zikr edirlər həmin insanlara. وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللّٰهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ. Allahın isminin alınılması, zikr olunması və məscidlərdən insanları mən edəndən daha zalim kim ola bilər? وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللّٰهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا və o məscidlərdə xaraba səy göstərəndən daha betər zalim kim ola bilər? أُولَٰئِكَ مَا كَانَ لَهُمْ أَنْ يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ. Onlara o məscidlərə heç girmək də yaraşmaz, yalnız qorxaraqdan. لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ. Onların dünyada onları nə gözləyir? Xizdir, isbayçılıq. وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ. Və onları ahirətdə əzəmətli bir əzab gözləyir. Bu ayəti təəmmül eləsinlər. İkinci, həmin məscidlərə gələndə, Türk misalına gələndə, dırar əhkamlarından çox əfəmən ustissə ayətini daha uyğundur. Elə deyilmi? Çünki xeyriyyəçi insanlar inşallah gözəl qəslə fikirlər. Hətta mən yadıma gəlir 10 ildən qabaq Türkiyənin şəhər gəzirdim içini. Səbəb də biz avtobusda gedirdik həccə və Türkiyənin bir çox şəhərlərinə keçdim. Orada mən heç tanış olmayan, həyatımda eşitmədiyim bir şəhər və köy gördüm, kənd gördüm. Və Sultan Əhməd Yavuz məscidinin misli orada var idi. Çox bahalı məsciddir. Allah bilir, yarım milyard pul lazımdır ki ona. Onun dublikat eləyəsən. 6 minarəli. Məscidin dublikatı, kopyası. Hansı bir ucda bir şəhərin bir kəndində. Bizim bunu kim eləyib? Soruşdum orada. Dedilər ki, bir xeyriyyəçi iş adamı. Bura kənd əhlidir. Dedi ki, ən böyük arzusu həyatında o məscidin mislini öz kəndində tikmək. Verin. Mümkündür o qədər məscidləri bu budur. Hardan olar? Əsla. Osman nə deyir? Əsədən əsəsə bunyanəhum alə taqva. Binası, əsası təqva üzərində qoyulmuş məscid daha haqlıdır ki, sən orada namaz varsan. Və bax gör, hansı ayətlərə daha uyğundur. İnsaf gözünə həmin insanlar baxsınlar, əlaksız qadınlar. Həmin qadınların nəsihətin, öz nəslimə etdiyim nəsihət, Allahdan qorxsunlar. Bir də onlara etdiyim xüsusi nəsihət, ərlərinə yaxşı baxsınlar və gözəl taamlarla onları təmin etsinlər ki, nəticədə də pis nəticələr olmasın. Yəni, öz işlərinə daha çox diqqət edəsinlər və elmi tələb edəsinlər. Elmsiz belə əşyalar, belə işlər görməsinlər.
Və baxaq məsələyə insaf gözü ilə, ədalət gözü ilə zərar məsələsinə. Misal çəkdiyimiz həmin o məscidlər zərər qəsd ilə tikilmişdi, yoxsa orada namazlar qılınır. Namazlar qılınır, cümə xütbələr verilir. Düzdür, masum deyirlər, əqidə məhfudidir. Əqidədə böyük kobud xatalar var. Bunun da əhkamları əqidə məsələlərində uləma zikr edib. Bəli, bir çox bidatlar var. Lazım olmayan şeylər sünnətləşdirilib və s. Bunu heç kim şeyləmir. Ancaq da namazlar qılınır, cümə namazı qılınır. Allah zikr olunur və valide çocuklar neyinir? Quran əzbərliyirlər. Bu gözəl bir adəti var. Yay tətilində Quran halaqaları açılır 3 aylıq. Və uşaqlar 3 ay müddətində ən azı 300-500 əzbərliyirlər. Türkiyəyə geçsən, yayda görəsən ki, məscidlər uşaq səsindən sanki maşallah, yəni arıların olan bir yerinə girsən, vızıltı səs gəlir. Gözəl bir aura var orada, subhanallah. Çox gözəl. Yəni, baxın qardaşlar, insaf gözünə baxaq. Həmin o məscidlər zırara oxşuyurmu Allah xatirinə? Yəni, doğrudan zərər vermək qəsdinə tikilmişdir, yoxsa Allah s.ə. isminin zikr olunması, uca tutulması. Sonra kufran tikilmişdir o məscidlər. İnsanları, yəni, küfrə dəvət eləmək üçün. Bəli, bəzi imam xatiblər, Allah islah eləsin, nə elm cəhətdən, nə xitabə cəhətdən yaramırlar. Hətta ola bilsin ki, bəzi kəlmələr doğrudan küfridir. İslamı qoyub başqa şeylər dəvət edirlər. İslamda qadan olan bir şey neyinlər? Əksər illər İslamı nafsul edirlər. Bu da inkar olunması deyil. Bu da bir bəhsdir. Alə kullin, onun da əhkamları gəlib, özür bil cəhil, insanın cəhəl düzdən özür olsa bilməməsi və s. O məsələlər də var. Zərar, yox. Kufur qəsd ilə tikilib, yox. Təfriq, möminlər arasında təfriqə salmaq, yox. Gedirsən, sən də qılır, Şafi də qılır, Həmbəli də qılır. Baxmaq kimi eşitlər, nədir? Hər əvmətində olsa da. Heç kimə də mani tərəfmirlər. Qətiyyən. Və hər kəs bir imamın arasını qılır. Təfriqan, təfriq deyil. Və irsadən limən harabələ və rasulə. Allah və Rasuluna qarşı hər qəsd ilədir. Yox, inşallah. Bunların heç biri bu məsciddən içində deyil. Allah sizin ölkəmizdə olan Qaraçur məscidi, Ləzgi məscidi, İlahət məscidi, Qala məscidi, Müşrik məscidi, insaf gözü ilə baxanda Allah xatirinə bu 4 punkt ki var ki, Allah s.ə. zərar məscidinə qoyur. Bunların hansı bu məscidlərə yoxdur? Heç biri. Bu qədər düzmaz axı, subhanallah. Zərar, kufur, təfriq və irsad. Heç biri yox. Düzü cəhalət var. Cəhalət var. Nədir? Bidatlar olur və s. Bu da inkar olmazdır. Bunlar nəsihət olunur və çatdırılır və bu dərsləri onlar dini ilə xəbərlik olsun. Vallahi özləri məndirlər ki, hamısını dinləyirik. Yəni, o məsələ imamları. Hətta təsirlənən və faydalananlar var. Bəzi məsələləri dönüblər misalsın. Xəbərlik olsun. Əlhamdülillah, alə kulli hal. Və həmin qardaşlar və öz nəfsimə nəsihətin bu zülümdür. وَالظُّلْمُ ظُلُمَاتٍ يَوْمَ الْقِيَامَةِ Zülüm də qiyamət gün zülmətdir. Bir var ki, qullara zülm edəsən. Bir də var ki, Allah s.ə.'nin şanında ona tərəf zülm iddia edəsən. Bundan daha betər heç yoxdur. Bu səbəblə Allah s.ə.q. deyir, وَمَنْ أَظْلَمُ Daha zalim kim ola bilər? Hədə və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və sahbə ecmaîn.